Hər vaxtınız xeyir. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Suriya sülh danışıqlarına kimlər qatılacaq? Pakistanda intiharçı hücuma azı 12 nəfərin ölümünə səbəb olub. Eagles musiqi qrupunun yaradıcısı dünyasını dəyişib. BMT Suriya sülh danışıqlarının yeni raunduna bir neçə gün qalmış, müzakirələrdə kimlərin iştirak edəcəyinə aydınlıq gətirməyə çalışır. Eyni zamanda danışıqların gələn həftə planlaşdırıldığı kimi vaxtında baş tutacağına dair şübhələr mövcuddur. BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura danışıqların yanvarın 25-də Cenevrədə keçiləcəyini bəyan edib. Lakin BMT sözcüsü Fərhad Haq dünən bildirib ki, müzakirələrdə rəqib qruplaşmaların hansının iştirak edəcəyi məlum olmadığına görə dəvətnamələr hələ göndərilməyib. Sözçü baş katib Ban Ki-moonun danışıqların planlaşdırıldığı gün keçirilməsinə çalışdığını deyib. O, BMT-nin danışıqlara start verildiyi gündən atəşkəsin qüvvəyə minəcəyinə ümid bəslədiyini bildirib. Müzakirələr ABŞ, Rusiya və Fransa daxil edilməklə 17 ölkənin dəstəyini əldə etsə də, rəqib qrupların hansının müzakirələrə qatılacağına dair qərar verilməyib. Fransanın Xarici İşlər naziri Laurent Fabius Əbu Dabidə bildirib ki, iştirakçılar barədə qərarı BMT verməlidir. Suriyada 2011-ci ilin mart ayından bəri vətəndaş müharibəsi davam edir. Pakistanın şimal-qərb bölgəsinin rəsmiləri intiharçı hücumu olduğundan şübhələnilən partlayış zamanı çoxu təhlükəsizlik qüvvələri olmaqla 12 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Şahidlərin dediyinə görə motosikletdə olan intiharçı bombanı qəbilələrin məskunlaşdığı yarı muxtar Xeybər mahalı ilə Pişəvər arasındakı yoxlanış məntəqəsinə sürərək partladıb. Xilas etmə işçiləri və yerli rəsmilər ölənlərin arasında qəbilə polisinin rəisi və yerli jurnalistin də olduğunu bildirib. Güclü partlayış nəticəsində yaxınlıqdakı bir neçə avtomobil və motosiklet xəsarət alıb. Dünyaya Baxış web xəbər bültenini izləyirsiniz. Tibbi araşdırmalar göstərir ki, keçən il dünyada təxminən 2,6 milyon uşağın ölü doğulması halı əhalinin gəlirləri az və ya orta səviyyədə olan ölkələrdə baş verib. Bu haqda hesabat The Lancet Tibb jurnalında dərc olunub. Hesabatın müəllifi Hanna Blenkov deyir ki, uşağın ölü doğulması hallarına ən çox Afrikanın böyük səhraaltı regionunda rast gəlinir. Region bu halların qarşısının alınmasına görə də olduqca geridədir. Pakistanda isə hər 1000 doğuş zamanı 43,1 uşaq ölü doğulur. Dünyanın inkişaf etmiş zəngin ölkələri olan İslandiya və Danimarka ölü doğulan uşaqların ən az səviyyədə olduğu ölkələrdir. Araşdırmalar uşağın ölü doğulması halının hamiləliyin 28 həftəsindən sonra ana bətnində baş verdiyini deyir. Dünyada 2000 və 2015-ci illər arasında uşağın ölü doğulması hallarının hər 1000 doğuşda 24,7-dən 18,4-ə düşdüyü bildirilib. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək bu rəqəmi hər 1000 doğuşda 12-yə endirmək kimi məqsədin qarşıya qoyulduğunu bildirib. Amerikanın tarixdə ən məşhur rock qruplarından biri olan Eagles musiqi qrupunun yaradıcısı, musiqiçi və bəstəkar Glenn Frey 67 yaşında vəfat edib. Qrupun açıqladığı bəyanatda deyilir ki, Frey bazar ertəsi revmatoloji artrit, kəskin mədə xorası və sətəlcəm xəstəliklərinin ağırlaşması nəticəsində New York şəhərində vəfat edib. Frey Eagles qrupunun Don Henley ilə birlikdə 1970-ci ildə yaradıb. Qrupun ən məşhur mahnıları və Hotel California kimi albomları Amerikada bütün dövrlərdə ən çox satılan albomlar sırasındadır. Eagles qrupu 1980-ci ildə dağılır və Frey solo karyerasında yeni uğurlar qazanır. 1994-cü ildə qrupun üzvləri yenidən bir araya gəlir və dünyada ən unudulmaz konsertlərdən birini verir. Associated Press xəbər agentliyi yazır ki, illərdir Frey, Henley, Joey Walsh və Timothy B. Schmidtdən ibarət olan Eagles ötən ay Vaşinqtonda Kennedy mərkəzində ifa etmək şərəfinə layiq görülüb. Lakin Freyin xəstəliyi səbəbindən tədbir təxirə salınıb. Eagles 1998-ci ildə rock-n-roll şöhrət zalında şərəfə layiq görülüb. Mühüm xəbər və reportajlarımızı, habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından sizinlə sağollaşıram. Salamat qalın.